Xeyir olsun, iyun ayının 16-sıdır. Bugün nələr baş verəcək beynəlxalq maliyyə birjasında? Yəni dünən bildiyiniz kimi birinci gün qızıl sürətlə yuxarı doğru istiqamətlə davam edirdi. Bu Amerika-İran sülh müqaviləsi imzalanması haqqında bəyanatlar oldu və qızıl sürətlə yuxarı doğru istiqamətlə davam etdirdi. Bugün nələr baş verəcək? Dünən biz qızılda, bitcoin'də və gümüşdə alış əməliyyatlarını siqnal kanalında paylaşdıq və mükəmməl nəticə verdi. Bugün səhər saatlarında biz 4322'lərdən 4332'lərə qədər alış əməliyyatları haqqında məlumat verdik. Mükəmməl nəticə alındı və növbəti alışlar 4334'lərdən 4344'lərə, 4357'lərə qədər hələ ki bunu müəyyən etmişik. Satışlar 4310'dan gələcək. Gümüşdə də alış əməliyyatlarını ilkin olaraq hədəf 70'lərə qədər, ondan sonra 70 250'lərdən yuxarı doğru istiqamətə davam etdirməsi haqqında məlumatları paylaşdıq siqnal kanalında və satışlar 69-200'lərdən gələcək. Bitcoin'ə gəldikdə isə alışlar 66-600'dən 67'lərə qədər ilkin hədəflər, yəni budur. Satışlar 65-800'lərdən gələcək. Neftə gəldikdə isə artıq biz 83 onlardan satış əməliyyatlarını icra etmişik, siqnal kanalında paylaşmışıq və hazırki vəziyyətdə qiymət 82-70'lərdən aşağıdır. Alışlar